Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah, Allah'ın lütfuyla, Allah'ın merhametiyle Ramazan ayının 17. gününü tamamladık. İlk önce Allah razı olsun bu meclisi təşkil edən qardaşlardan, Allah mallarına bərəkət versin. Və artıq Ramazan ayının əksər çox hissəsi keçib. 18 gün, 17 gün keçib, sabah inşallah 18-ci gündür və qarşıdan 11 və ya 12 gün qalıb. Ramazanın çoxu keçsə də, yəni çox hissəsi keçsə də, ən fəzilətli hissələri, yəni ən fəzilətli günləri qabaqdadır. Ramazanın ən fəzilətli günləri son günləridir. Və Ramazanın belə tez keçməsi Allah Taala'nın bu ayəsinin təsdiqidir. Allah Taala buyurur ki, Ramazan barədə, Ramazanı qeyd etdikdən sonra Quran-ı Kərimdə buyurur ki, əyyəmən mə'dudət. Yəni Ramazan ayı sayılı günlərdir. Və mə'dudət nə deməkdir? Sayıla bilən. Yəni ərəblər də deyirlər ki, o şey ki sayıla bilir, o çox tez keçir. Və xüsusən də demək şahidi olmuşuq ki, Ramazanın sonu əvvəlinə nisbətən daha tez keçir. Və biz nə etməliyik? Bizim üzərimizdə düşən nədir? İlk növbədə özümüzü hesaba çəkməliyik. Hesaba çəkməliyik ki, Ramazanın bu keçən günlərində nə etdik? Əgər görsək ki, yəni insan özünə hesaba çəkib görsə ki, Ramazanın bu keçən günlərində ibadətlə keçirdi, Quran oxudu, sədəqə verdi, qiyam-ül leyl, yəni gecə namazları qıldı. Görsə ki, ibadətlə keçdi, buna görə Allaha həmd eləsin. Və bilsin ki, bu Allahın ona lütfüdür, Allahın mərhəmətidir. Və həmçində Allahdan qəbul istəsin. Yəni Allaha dua eləsin ki, Allah onun bu əməllərini qəbul etsin. Çünki əməlin özündən çox əməlin qəbul olunmasına can atmaq lazımdır. Allaha dua etmək lazımdır ki, Allah qəbul etsin. Yəni əməlin çox olması, çoxlu əməl, salih əməl etmək insanı gərək arxayın etməsin. Əməlin qəbul olunması çox önəmlidir. Və Allaha dua etmək lazımdır ki, daim Allaha dua etmək lazımdır ki, Allahım qəbul et məndən. Və yox, əgər insan görsə ki, bu ötən günlərdə nöqsanlara yol verdi, hansı ki halımız, real halımız yəni belədir, görsə ki, nöqsanlara yol verdi, lazımınca dəyərləndirmədi, tənbəlliklə keçirdi, belə olan halda nə eləməlidir? İnsan bu qalan günlərdə demək çalışmalıdır. Və biz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərinə baxsaq, görərik ki, Ayşə radiyallahu anhə deyir ki, Ramazan ayının son günləri, yəni son 10 günü girdikdə, daxil olduqda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bel bağını bərkidərdi. Nə deməkdir bel bağını bərkitmək? Yəni ibadətdə, yəni çalışmaq və cəhdlə, yəni demək lazımınca və həmçində demək layiqincə ibadət etmək üçün nə etmək? Daha da çalışmaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ilk növbədə çalışardı. Və həmçində ailəsini oyadardı və ailəsini oyadardı ki, onlar da ibadət etsinlər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bizim üçün nədir? Nümunədir. Ən gözəl nümunədir. Allah Teala buyurur ki, həqiqətən Allahın elçisi sizə Allaha və axirət gününə ümid edənlərə və həmçində Allahı çox yad edənlərə, Allahı çox zikr edənlərə gözəl nümunədir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bizim üçün nümunədir. Və biz görürük ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem son 10
son 10 gecə gün daxil olduqda ibadətini çoxaldardı. Ümumiyyətlə sələflər Ramazanın günləri keçdikcə, yəni azaldıqca ibadətləri çoxaldırdılar. İlk növbədə buna diqqət etmək lazımdır. Və bu son 10 gecənin ümumiyyətlə bir çox fəzilətləri var. Fəzilətlərdən birini qeyd elədik, yəni ibadəti çoxaltmaq, itaəti çoxaltmaq. Həmçinin bu son gecələrdə nə var? Qədir gecəsi var. Və Qədir gecəsi barədə də inşallah demək ətraflı məlumat verəcəyik. Qədir gecəsi Ramazanın tək gecələrindədir. Və Qədir gecəsi 1000 aydan üstündür. Fikir verin, 1000 ay 83 il 4 aya bərabər təqribən. Yəni alimlər qeyd edirlər ki, Allah Teala Quranda buyurur ki, Leylətul Qadri xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Yəni bir gecədə, yəni Qədir gecəsi edilən ibadət 83 il 4 ayda edilən ibadətlərdən daha xeyirlidir. Yəni bir insan əgər 83 il 4 ayı ibadətlə keçirsə və bir gecə Qədir gecəsinə düşüb orada həmin gecə ibadət etsə, alimlər qeyd edirlər ki, Qədir gecəsi edilən ibadət 83 il edilən ibadətdən daha xeyirlidir. Ona görə Mücahid deyir ki, Qədir gecəsi olmayan, yəni içində Qədir gecəsi olmayan 1000 aydan daha xeyirlidir. Ona görə qardaşlar, ilk növbədə özümə, sonra sizə bu qalan günləri zəifləməməyi və ibadət və itaəti çoxaltmağı tövsiyə edirəm. Və Allah Teala Rəbbimiz rəhimlidir, Rəbbimiz bağışlayandır, Rəbbimiz ona üz tutanları sevir. Və əgər Allah Teala günah edənlərin tövbəsini qəbul edirsə, yəni günahını bağışlayırsa, demək ki, nöqsanlardan, yəni əvvəlki günlərdə edən nöqsanlardan deməli Allaha dönən və həmçinin bu nöqsanları tamamlamaq üçün Allaha üst tutanları Allah Teala nə edir? Allah Teala sevir o qullarını. Əgər günahları bağışlayırsa, demək ki, bunu da qəbul edir. Və ona görə də əməllər sonuna görədir, zəifləmək olmaz. Sözsüz ki, insan birinci Ramazan gələndə həvəslə başlayırsan, sonra bir ara insanda ola bilər ki, zəiflik yaransın, yəni yorulsun. Yorğunluq olur. Və bu deməli bu nəsihəti deməyimdə yəni məqsədim odur ki, zəifləməyək. Yəni qəflətdən oyanaq. Ən fəzilətli günlər gəlir. Ən fəzilətli günlər gəlir. Ramazan ayının ən fəzilətli gecələri gəlir. Və çoxaltmaq lazımdır ibadəti. Əvvəlki nöqsanları etməmə, yəni deməli əvvəlki nöqsanları tamamlamaq və həmçində əgər ibadət və itaətləri biraz da artırmaq. Bir cüz oxuyurdunsa 2 cüz oxu. 2 cüz oxuyurdunsa 3 cüz oxu, yəni artır. Gecə məsələn 5 rükət, 7 rükət qılırdınsa indi daha çox qıl. Ona görə sələflər nə edirlər? Ramazanın son 10 gününə hazırlaşmaq üçün nə edirlər? Ramazanın son 10 günündən əvvəl, yəni Ramazanın 15-dən sonra başlayırdılar yavaş-yavaş ibadətləri artırmağa. Və hətta hədislərdə, rəvayətlərdə gəlir ki, sələflər Ramazanın ilk 15 günü namazlarda bəzən qunut tuturlar. Qunut yəni əli açıb dua etmək. Lakin Ramazanın 15-dən sonra hər gün demək, hər gecə nə edirlər? Dua edirlər. Həmçinin duaları çoxaltmaq. Ramazan ayı demək dua ayıdır. Allah Teala Quranda buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib. Ucibu da'vətəd-da'i izə da'a." Qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam. Dua edənin duasını qəbul edərəm. Bu ayə fikir versə qardaşlar, Bəqərə surəsində harda gəlir? Ramazan aid olan ayələrdən sonra. Yəni bu ayədən əvvəl də Ramazanla barədə ayələrdir və sonra da Ramazanla. Allah Teala Ramazan
Ramazana aid olan, Ramazan barədə olan ayələrin ortasında bu ayəni qeyd edirik. Qullarım mənim barəmdə səndən soruşsalar, mən onlara yaxınam. Dua edərəm, duasını qəbul edərəm. Və alimlər nə deyirlər? Deyirlər, bu onu göstərir ki, Ramazan ayında dua etməyin xüsusi yeri var. Və duaları çoxaldır. Gecənin son 3də birində xüsusən. Və həmçinin Ramazan ayının son 10 gecəsini yaxşıdır ki, ümumiyyətlə oyaq qalasınız. Yəni yatmayasınız ümumiyyətlə məğrib namazından sonra ta sübh namazına kimi. Oyaq qalasınız, ibadətlə keçirəsiniz, Quran oxumaqla, zikirlə. Həmçinin ailəni də gələk təşviq edəsən, sövq edəsən, hətta uşaqları belə oyatmaq lazımdır ki, onlar da bu xeyrin şahidi olsunlar, görsünlər və özləri də gələcəkdə bu günlərə dəyər versinlər. Görsünlər ki, bu günlərə valideynlərimiz dəyər verirdi. Bu qədər qardaşlar, Allah bizi eşidib faydalardan etsin, Allah bizi sabit eləsin, Allah bizi Qədr gecəsini ibadətlə, itaətlə keçirən qullarından etsin, Allah bizi bağışlanan qullarından etsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və ashabihi ecmaîn.